maarifləndirməklə başlayacağım. Bugünkü çıxışımı müayinələrə aid edəcəm. Yəni tibbi müayinələrə. Yəni insanlar, yazan adamlar yazır, həkim müayinələr nə qədər pul tutacaq. İndi insanları da başa düşürəm. Çox yerlərdə gedirlər, lazım gəldi, gəlmədi. Yəni çoxlu müayinələr eləyirlər. Nə tutaq ki, nəcis analizinə qədər analiz elətdirirlər, hansı ki ehtiyac yoxdur həmən adam üçün. Yəni belə şeylər olur. Ona görə insanlar bundan narazı qalırlar. İçərində bir xof yaranır. Fikirləşir ki, həkimə gedəcəm. Həkim mənə sırası bir 300 manatlıq analiz yazacaq. Gəlin belə danışaq. Mən çalışıram ki, bacardıqca müayinə az olsun. Amma tamam müayinəsiz də ötüşmək mümkün deyil və vacib deyil ki, siz o müayinələri bizim klinikada eləyəsiniz. Əvvəl elədiyiniz müayinələr də olsa, əgər o müayinələr qüvvədədirsə, tutaq ki, 2020-ci ilin analizindən mən işləyə bilmərəm də. Yəni, heç bir özünə hörmət edən həkim, yəni xəstəni düşünən həkim, 3 il, 5 illə, hətta 1 il bundan qabaq olan müayinələrlə işləmək düzgün deyil. Müayinələr təzə olmalı. Çünki insan bədəni dəyişir, orqanlar dəyişir, hər şey dəyişir, xəstəlik inkişaf edir. Xəstəlik durub bizi gözləmir ki, sən nə vaxt imkan olacaq, mən də o vaxta qədər gözləyim, get sən müalicə elə. Xəstəlik bizi gözləmir, xəstəlik inkişaf edir, artır, çoxalır. Ona görə, yəni müayinələrin təzə olmağı məsləhətdir və keyfiyyətli olunmağı məsləhətdir. Və əvvəla onu bildirim ki, bizim öz klinikamızda, yəni Amana klinikasında Yasamalda olunan müayinələr, yəni analizlərdən söhbət gedir. Analizlər klinikanın içində olunmur. Analizləri biz ixtisaslaşmış laboratoriyaya göndəririk. Yəni o yerə göndərilir ki, orada yəni xəstə müalicə olunmur da, klinika deyil, konkret laboratoriyadır. Yəni konkret laboratoriyada bizim müayinələrimiz həyata keçirilir. Oradan da cavablar gəlir bizə və biz onunla elə bir ki, xəstəmizi müalicə edirik. Və buna görə də burada belə deyək də, həm də bu analizlərdə bizdə endirim var.